وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Elhamdülillah. Allah subhanahu ve teala'nın izniyle deməli biz keçən dəfəki görüşümüzdə yeni bir kitaba başladıq və kitabın da adı Kitabul Kebair. Böyük günahlar kitabı idi və müəllif haqqında məlumat verdiyi qısa olaraq ki, Şeyx Muhammed Ət-Təmimi rahimehullah, məşhur adı ilə Muhammed İbn Abdülvahhab rahimehullahın kitabıdır. Böyük günahlar haqqında danışır kitab. Və kitabın da şərh eləyəni Şeyx Salih Əl-Fovzandır. Allah onu qorusun, şeyx yaşayır. Allah ona xeyirli itaət üzərində uzun ömür versin. Və biz kitabdan artıq birinci müqəddimə elədik və giriş elədik. Bəzi məsələləri oxuduq və bəzi qısa faydalara toxunduq ki, məsələn, itaətlər iki qismə bölünür. Vacib olanlar, müstəhəb olanlar. Vacib nə deməkdir, müstəhəb nədir? Onların tərifini dedik, izahını verdik. Və sonra şeyx dedi ki, günahlar bir neçə qismlərə bölünür. Və dedi ki, onlardan küfür olanı var, şirk olanı var, böyük olanı var, kiçik olanı var. Və sonra o qismlərə keçid aldı şeyx və o barədə oxuduq biz. Gəldik, çatdıq deməli, fəzzunubu tənqasimu ilə kəbair və sağair. Günahlar böyük və kiçik olmaqla ikiyə bölünür. Bu məsələyə gəldik, çatdıq və burada qalmışdıq. İnşallah qaldığımız yerdən davam edirik. Allah subhanahu wa ta'ala həm danışdığımızda, həm də dinlədiyimizdə hamımızı ixlaslı eləsin. Allah subhanahu wa ta'ala əcr yazsın bizə. Və şeyx dərhal deyir ki, günahlar böyük və kiçik olmaqla iki yerə bölünür. Və bu barədə biz keçən dərsdə qısa bir məlumat verdik ki, günahların böyüklüyü, kiçikliyi iki yerə bölünməsi, bunlar hamısı elmi baxımından insanın elm olaraq bunları bilməsidir. Yəni, və bunlar biri-birinə nisbətdə belədir. Günahın böyük, kiçik olması biri-birinə nisbətdə belədir. Amma bütün günahlar, sən o günahı etdikdə bilməlisən ki, o günahla Rəbbivə asi olursan. Kiçik olsa da, böyük olsa da, elmi olaraq bilsən də ayırmamalısan və bilməlisən ki, onunla sən aləmlərin Rəbbinə asi olmuş olursan və bundan çəkinməlisən dedik. Və sonra şeyx dərhal başlayır, deyir ki, وَدَابِتُ الْكَبِيرَ yəni şeyx burada nəyi izah edəcək? Sən hansı əlamətlərdən biləcəksən ki, o günah böyük günahdır? Nədən biləcəksən? Və sonra bəzi əlamətləri burada qeyd edəcək. Deyir ki, ənnə kullə zənbin xətəməhullahu binarin, əv lə'nətin, əv qadabin, əv əzəbin, fəhuvə kəbirə. Şeyx deyir ki, 4 dəməsindən gətirir burada. Deyir ki, o günah ki, Allah subhanahu və teala o günahın cəzasını odla xəbər verib, həmçinin lənəti ilə xəbər verib və qəzəb edəcəyini xəbər verib və əzab verəcəyini o günaha görə xəbər verib. Bu 4 dənə əlamətlə təkrar edirik, odla əzab verməsini deyibsə, lənət edibsə o günah sahibinə, qəzəb edəcəyini bildiribsə və əzab verəcəyini bildiribsə, bu 4 dənə əlamətlə bilirsən ki, artıq o günah böyük günahdır. Sonra deyir ki, kəmə zəkərahu şeyx an İbn Abbas radiyallahu anhumə. İbn Abbasdan deyir, necə ki, rəvayət edib ki, çünki İbn Abbas radiyallahu anhudan rəvayət var, bu 4 dənə əlaməti qeyd edir ki, bundan sən bilirsən ki, o günah böyükdür. Və huvəl-ləzi ixtarahu əl-muhəqqiqun min əhlil-ilmi kə İbn Teymiyyətə və qayri. Və hansı ki, bu 4 dənə əlamət ki, qeyd elədik, bunları eşidəndə bilirsən ki, o böyük günahdır. Şeyx deyir ki, bu bir çox mühəqqiqlərin, fəqihlərin, elm əhlindən olan fəqihlərin rəyidir, İbn Teymiyyə kimi. Onlar bu rəydədirlər ki, bu əlamətlərlə sən bilirsən ki, bu böyük günahdır. Sonra şeyx bəzi qısa faydalar verir. Deyir ki, وَقَدْ اُلِّفَ فِي الْكَبَائِرْ مُؤَلَّفَاتِ. Deyir ki, böyük günahlarda bir çox kitablar yazılıb. Onlardan da deyir, əlimizdə olan bu kitab, baxın, minhə həzəl-ləzi beynə əydinə və kitab əl-kəbair liz-zəhəbi. Və həmçinin Kitabul Kəbair, eyni bu adla başqa bir kitab var və İmam Zəhəbindir. Müəllif İmam Zəhəbidir. Bizim oxuduğumuz Kitabul Kəbair, böyük günahlar kitabı isə Muhammed Ət-Təmimi rahimehullahındır. Və minhə başqa bir kitab qeyd edir, böyük günahlarda yazılmış. Əz-Zəvacir an iqtirafil kəbair. Bu da İbn Həcər Əl-Heytəminindir. İbn Həcər Əl-Heytəmi rahimehullaha aiddir bu kitabdır. Yəni bu kitablar da böyük günahlarda yazılmış kitablardandır. Və sonra şeyx deyir ki, o həzihil kəbair kəmə zəkərənə. Qardaşlar, bir şey burada qeyd edəyək.
Səbəb nədir? Şeyxin dediyi hər bir cümləni oxumağımız, kəlmə-kəlmə oxumağımız, tərcümə etməyimiz Allah subhanahu teala bərəkət versin. Qardaşlarımız var, ərəbcə oxuyurlar, öyrənirlər müəyyən qədər və bu kitabları alıb oxumaq istəyirlər. Və tək başına oxuyub gücləri çatmır. Və onlar üçün fürsət olur bizim bu cür eləməyimiz. Yəni şeyxin hər bir kəlməsini oxumağımız, təbii ki, bəzi yerləri təkrar olanda münasib görəndə ötürürük, amma oxumağımız o qardaşlara da fayda verir. Onun üçün, yəni, çünki yazılır dərslər, qardaşlar izləyirlər, kitabı qarşılarına qoyub, yəni, bilmədikləri kəlmələri yazırlar və s. Və bu fayda üçün də yəni, çalışıram ki, hamısını oxuyum. Allah subhanahu taala bizi xeyrə müvəffəq eləsin. Deyir ki, şeyx, və hazihil kəbair kəmə zəkarna in kənət şirkən billahi əv kufran bihi fə innəhə la tuğaffar illə bit-təvbət. Şeyx deyir ki, bu böyük günahlar, şirk, küfür olsun, şirk və küfür. Yalnız tövbə ilə bağışlanır. Şirk və küfür yalnız o günahdan tövbə eləyəndə bağışlanır. وَمَنْ مَاتَ وَلَمْ يَتُبْ مِنْهَا Kim ölərsə və o böyük günahlardan tövbə etməzsə, yəni onun üzərində ölərsə, فَإِنَّهُ خَالِدٌ مُخَلَّدٌ فِي النَّارِ Əbədi cəhənnəmdə qalar. قال الله تعالى إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء. Allah Subhanahu buyurur ki, Allah ona şərik qoşanı bağışlamaz. Keçən dəfə də qeyd elədik ki, tövbə etməzsə bağışlamaz. Necə ki, baxın əvvəldə də şeyxin dediyi kimi, tövbə etmədən ölərsə Allah bağışlamaz. Sonra ayənin davamında Allah Subhanahu buyurur ki, وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ Bundan aşağı olan günahları isə Allah Subhanahu ve Teala istədiyinə bağışlayar. وقال سبحانه ve hemsinin Allah Subhanahu ve Teala buyurur ki innehu men yushrik billahi fakat harramallahu aleyhi'l cenne ve ma'vahu'n nar. Kim Allah'a şərik qoşarsa Allah ona cənnəti haram eləyər. Təbii ki, kim şərik qoşarsa dərhal ona cənnət haram olur mənasında deyil. Yenə deyirik, ona görə əvvəldə qeyd olundu ki, onun üzərində ölənə aiddir. Kim onun üzərində, şirkin üzərində ölərsə, tövbə etmədən Allah ona cənnəti haram eləyər və ma'vahu'n nar və onun sığınacağı yer o da olar. وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ Və zalimlərin köməkçiləri də tapılmaz. Sonra şeyx deyir ki, əmmə in kənət həzihil kəbair durnə şirk. Qardaşlar, burada diqqətlə qulaq asın. Görün şeyx necə ayırır. Deyir ki, amma əgər günahlar, böyük günahlar, şirkdən aşağı olan günahlardırsa insandakı fəində əhl-i sünnəti vəl-cəmaə. Əhl-i sünnə vəl-cəmaə də onda onun hökmü nədir? O gəlir indi. Şeyx Fəvzanla. Ənəhə tufəssiqu və tənqisul iman və la tukəffir. Şeyx deyir ki, həqiqətən də o fasik sayılır. Günahlarına görə, böyük günahlar etdiyinə görə fasik sayılır. Və onun imanı zəifləyir, imanı zəif biri sayılır. Bu barədə indi təfsilat gələcək sonra. Və la tukəffir. Və o insan, o böyük günah sahibi təkfir olunmur. Fikir verirsiniz. O böyük günah sahibi təkfir olunmur deyir. Fəyuhkamu alə sahibihə. Sahibinə nə hökm verilir qısa olaraq? Onun sahibinə o hökm verilir ki, ənəhu fəsiq. O fasikdir. Günahkardır yəni. Və ənəhu naqisul iman. Və imanı zəif bir insandır. Amma deyilmir ki, o kafir oldu, dindən çıxdı və s. Lakin la yukəffir bihi. Təzdən təkrarlayacaq. Lakin deyir, bu böyük günahına görə təkfir olunmur. Bidəlilin ənəllaha teala qal. Dəlil nədir bəs? Təkfir olunmamağına. Allah Subhanahu teala özü buyurur. Bayaq oxuduğumuz ayə. İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşan bağışlamaz. Ondan aşağı olanları istədiyinə bağışlayar. Ona görə əvvəlki mövzumuzda dedik ki, şirkdən aşağı olan o günahlar təhtəl məşiə. Allah Subhanahu teala istəyi altındadır. Allah onu istədiyinə bağışlayır, istədiyinə ona görə əzab verir. Sonra şeyx deyir ki, وَلِهَذَا رَتَّبَ اللّٰهُ تَعَالَى عَلَى بَعْدِ هَذِهِ الزُّنُوبِ مِسْءَ السَّرِقَ وَالزِّنَا وَشُرْبِ الْخَمْرِ وَلِقَتْلِ الْعَمْدِ وَالْعُدْوَانِ وَقَتْلُ الطَّرِيقِ رَتَّبَ عَلَيْهِ الْحُدُودِ Burada mühüm bir məsələyə toxunur şeyx. Deyir ki, ona görə də Allah Subhanahu teala böyük günahlardan bəzilərinin adlarını çəkəcək şeyx burada. Deyir, bu böyük günahlar ki var, adlarını çəkir. Fikir versəz deyir, Allah Subhanahu teala bu günahlara görə nə qoyub şəriətdə? Hədd cəzaları qoyub. Məsələn, oğrunu deyir burada, oğrunun əlinin kəsilməsi kimi və s. Zina eləyənə şallağın vurulması kimi, evlidirsə başqa və s. Fərqlidir, təfsilata girmirik. İçki içmək kimi, qəsdən adam öldürmək kimi, quldurluq, yol kəsənlik eləmək kimi, bütün bunların hamısının şəriətdə həddlə cəzaları var.
Sonra şeyx deyir ki, Allah bunların hamısına hədd qoyub şəriətdə. وَلَوْ كَانَ مُرْتَكِبُوهَا كُفَّارًا Əgər bu günahlara düşən insanlar, bunlar hamısı böyük günahlardır. Hansı ki, xavariclər bu günahlara görə insanları təkfir edirlər. Şeyx deyir ki, əgər bu günahlara düşən insanlar kafir olurdularsa, kafir sayılırlarsa, لَمَا اُقِيمَتْ عَلَيْهِمُ الْحُدُودُ وَلَقُتِلُوا مُرْتَدِّينَ Allah onlara hədd qoymazdı. Allah onlara dindən dönmüş kimi, murtəd kimi öldürülməyi qoyardı. Amma Allah subhanahu teala onlara hədd qoyub. Sonra deyir ki, فَإِقَامَةُ الْحَدِّ عَلَيْهَا دَلِيلٌ عَلَى أَنَّهَا لَيْسَتْ كُفْرًا Və bu böyük günahlara Allahın şəriətində hədd qoyması, cəza qoyması dəlildir ki, bu əməllər, bu günahlar küfür dərəcəsində deyil, küfür deyil. Yəni bunu edən kafir olmur. Təbii ki, qardaşlar, biz burada bu məsələni belə oxuyanda, deyəndə ki, məsələn, bu məsələləri yəni kafir olmur, küfrə düşmür, qəsdimiz var burada, yəni təfsilat var əslində. Yəni, hər bu günahı eləyən düşmür, düşə bilər. Əgər o onu halal görərsə, elm üzərində eləyərsə, ona dəvət çatandan sonra eləyərsə və s. məsələlər var burada. Biz danışırıq ümumi hökmdən. وَإِنَّمَا هِيَ كَبَائِرْ وَمَعَاسٍ تُقَامُ بِحَقِّهَا الْحُدُودُ الْمُرَتَّبَ عَلَيْهَا Ancaq deyib, bunlar böyük günahlar sayılır və ona görə də şəriətdə bunların üzərində hədd cəzaları qoyulub. وَهَذِهِ الْحُدُودُ إِمَّا زَوَاجِرْ وَإِمَّا مُكَفَّرَةٌ Bu həddlər nədir? Bu həddlər bəzən cəza olaraq verilir həmən günah sahibinə, bəzən də onun o günahının ondan təmizləməsi üçün. Sonra deyir ki, فَيُقَامُ عَلَى مُرْتَكِبِهَا الْحَدُّ فِي الدُّنْيَا وَلَا يُقَامُ عَلَيْهِ مَرَّةً أُخْرَى فِي الْآخِرَةِ Dünya həyatında ona bu cəza verilir, bu hədd cəzası verilir və axirətdə isə artıq ona bir də bu əməlinə görə cəza verilməyəcək. Diqqətlə qulaq asar, qardaşlar. Sonra deyir ki, əmməl xavaric, indi gəldi xavariclərdən mövzu açılır. Amma xavariclər فَيَحْكُمُونَ عَلَى مُرْتَكِبِ الْكَبِيرَةِ بِالْكُفْرِ وَالْخُلُودِ فِي النَّارِ Diqqətlə qulaq asar. Çünki burada artıq şeyx xavariclərdən danışacaq, mü'təzilədən danışacaq, cəhmiyyədən hamısından ona diqqətlə qulaq asın ki, hətta fərqləri diqqətlə başa düşəsiniz. Xavariclər isə deyir ki, bu böyük günahlara görə o böyük günahların sahiblərini təkfir eləyirlər və əbədi cəhənnəmdə olacaqlarını deyirlər. وَلَا يُفَرِّقُونَ بَيْنَ كَبِيرَةِ الشِّرْكِ وَالْكُفُرِ وَبَيْنَ كَبِيرَةِ الْمَعَاسِ Şeyx deyir ki, şirk və küfür olan böyük günahlarla digər böyük günahların arasını ayırt etmirlər xavariclər. وَاِنَّمَا يَقُولُونَ Onlar deyirlər ki, اِنَّ الْكَبَائِرَ كُلُّهَا تُكَفِّرُ صَاحِبًا Bütün böyük günahlara görə sahibi təkfir olunur deyirlər. Hər bir böyük günah sahibi təkfir olunur deyirlər. وَتُخَرِّجُهُ مِنَ الْمِلَّةِ Və deyirlər ki, İslam dairəsindən çıxmış olur. وَلَعِيَّازُ بِاللّٰهِ Allaha sığınırıq deyir bu fikirdən. Subhanallah lazım. وَأَنَّ أَصْحَابَهَا مُخَلَّدُونَ فِي النَّارِ عِنْدَهُمْ Xavariclərə görə hər bir böyük günah sahibi əbədi cəhənnəmdə olur. فَهَؤُلَاءِ قَدْ أَخَذُوا بِآيَاتِ الْوَعِيدِ وَتَرَكُوا آيَاتَ الْمَغْفِرَ وَالْوَعْدِ Deyir ki, artıq xavariclər bu davranışları ilə, bu qərarları ilə nə edirlər? Deməli, Allah subhanahu və teala'nın hədə, təhdid eləyən qorxu ayələrini götürürlər, Allah subhanahu və teala'nın bağışlama ayələrini, müjdə ayələrini isə tərk eləyirlər. فَأَخَذُوا بِجَانِبٍ مِنَ الْأَدِلَّةِ وَتَرَكُوا جَانِبًا لِعَدَمِ فِقْهِهِمْ Və fəhimlərinin, şər'i elmlərinin zəifliyinə görə də nədir? Onlar deyir, Allah subhanahu wa ta'ala şəriətindən dəlillərin bəzilərini götürmüş olurlar, bəzilərini isə tərk eləmiş olurlar. Və Allah subhanahu wa ta'ala da bunu qınıyıb. Sonra şeyx deyir ki, وَعَدَمُ مَعْرِفَتِهِمْ بِالْكِتَابِ وَالسُنَّةِ Və həmçinin şeyx deyir ki, ona görə bu zəlalətə düşürlər ki, onlar Quran və sünnəni tanımırlar, bilmirlər. Quran və sünnənin hədəfindən xəbərləri yoxdur. وَاِعْتِمَادُهُمْ عَلَى فَهْمِهِمْ دُونَ الرُّجُوعِ إِلَى أَهْلِ الْعِلْمِ Və həmçinin nəyə görə bu zəlalətə düşürlər? Öz fəhimlərinə istinad edib elm əhlinə qayıtmırlar. وَهَذَا مِنْ نَتِيجَةِ الْاِنْعِزَالِ عَنْ أَهْلِ الْعِلْمِ Və bu da elm əhlindən uzaq düşməyin nəticəsidir. Elm əhlindən uzaq düşəndə nəticəsi bu cür zəlalətə düşmək olur. Allah subhanahu və teala hamımızı
qorusun. Fə innehu turisu mislu hada dalal. Və elm əhlindən deyir, uzağa düşmək bax beləcə insanı zəlalətdə qoyur. Və hum ala qismeyn. Şeyx deyir ki, onlar iki qismdir. Nəyi qəsd edir şeyx burada? Yəni böyük günahlardan danışdı. Bu hökm məsələsində indi ayıracaq, bəzi firqələrdən danışacaq. Xavariclərdən danışdı. Xavariclər nə edirlər? Böyük günaha düşən bir kimsə iman ondan çıxır və küfrə daxil olur. Əbədi cəhənnəmlikdə hökmü verilir. Sonra deyir ki, fəəmməl mu'təzilə, amma mütəzilə xavariclərlə diqqətlə qulaq asın. Birləşdikləri yerlər var, ayrıldıqları yerlər var. İndi onlara diqqət edir. Deyir ki, innə murtəkəbəl kəbirati yaxrucu minəl iman. Mu'təziləyə görə xavariclərdə olduğu kimi, baxın, incə-incə diqqətlə qulaq asın. Bu yer birləşdikləri yerdir. Mu'təzilə deyir ki, böyük günah sahibi iman ondan çıxır. Xavariclər də elə deyir. وَلَكِنَّهُ لَا يَدْخُلُ فِي الْكُفْرِ. Amma o küfrə girmir. Xavariclərdən ayrılırlar burada. Xavariclər isə deyirlər ki, imandan çıxır, küfrə girir. Mu'təzilə deyir ki, imandan çıxır, küfrə girmir. Bəs nə olur onlarda? Deyir ki, şeyx, bəl innehu fi mənzilətin beynən mənzilətin. Deyirlər ki, böyük günah sahibi iki mənzilin arasında qalır. Nə mömin deyil, nə kafir deyil. Nə kafir olmur bundan. Baxın, şeyx öz deyir, leysə bi müminin və lə kafir. Nə mömin deyil, nə kafir deyil deyirlər. Lakin Allah subhanahu teala qulları haqqında danışanda iki şeydən xəbər verir. Ya mömindir, ya kafirdir. Bunun ortası olmur. Sonra şeyx deyir ki, onların etiqadını davam edir, necə deyirlər? فَاِنْ مَاتَ وَلَمْ يَتُبْ فَهُوَ خَالِدٌ مُخَلَّدٌ فِي النَّارِ. Əgər Mu'təziləyə görə böyük günah sahibi tövbə etmədən ölərsə, əbədi cəhənnəmlikdir. Deməli, harada birləşdilər xavariclərlə? Birinci məsələ, böyük günah sahibindən iman çıxır. İkinci məsələ, əbədi cəhənnəmdədirlər. Onun üzərində ölərsə, tövbə etmir. Əbədi cəhənnəmdədirlər. Ayrıldıqları yer nə oldu? Xavariclərlə Mu'təzilə ayrıldığı yer hara oldu? İmandan çıxardırıq dünyada, küfrə salmırıq. Yəni, dünya hökmündə dayandılar. Xavariclər onlara dayanmır. Fərq budur. Mu'təzilə dünya hökmündə dayanır, yəni küfr hökmünü vermir. Amma xavariclər dünya hökmünü kafir olaraq verirlər. Və əmmən xavaric fəyəqulun, sonra şeyx təzdən təkrarlayır ki, yəni xavariclər isə yəni, həm imanı çıxardır, həm küfrə salır və s. bundan danışır. Artıq bu barədə biz məlumat verdik. Sonra Mu'təzilə haqqında deyir ki, fəbtədəu əl-mənzilə beynəl mənziləteyn və deyir, Mu'təzilə özündən yeni bir icad çıxardıb, yəni bidət ediblər və deyiblər ki, iki küfrlə imanın arasında qalır böyük günah sahibi. Sonra şeyx keçir, deyir ki, murciyələr. Çünki, qardaşlar, fikir versəz, Mu'təzilə ilə xavariclər sadəcə dünya hökmündə Mu'təzilə dayandı, imandan çıxartdı, sonra dayandı. Qalan bütün məsələlərdə xavariclərlə eyni idilər. Amma murciyələr tamamilə bu iki firqənin əksidir. İndi diqqətlə qulaq asın. Deyir ki, vəl murciyə və murciyələr də qollara ayrılır. İndi inşallah onlardan danışacaq. Amma deyir, murciyələrə gəlincə, وَهُمُ الَّذ۪ينَ لَا يَرَوْنَ دُخُولَ الْأَعْمَالِ فِي مُسَمَّ الْإِيمَانِ. Onlar salih əməlləri imandan görmürdülər. Yəni, insanın əməlləri, salih əməllər və s. fərq bilməm. İnsanın əməllərini imana daxil etmirlər, imandan görmürlər. Fəhum aləl-nəqid mə'əhəulə. Deyirlər ki, şeyx, murciyələr də xavariclərlə Mu'təziləyə tam zid bir əqidədir. Fəhum yəqulunə lə yədurru mə'əl-imani mə'siyə. Murciyələr deyir ki, iman varsa, onunla yanaşı heç bir günah insana zərər verməz. لِأَنَّ الْإِيمَانَ بِزَعْمِهِمْ فِي الْقَلْبِ وَهُوَ التَّصْدِيقِ. Çünki onlar elə güman eləyirlər ki, elə iddia eləyirlər ki, iman sadəcə qəlblə təsdiq etməkdir. وَهُوَ لَا يَزِيدُ وَلَا يَنْقُسُ. Fikir verin, iman onlara görə ya artmır, ya da azalmır. وَأَنَّ الْمَعَاسِ لَا تَدُرُّ. Günahlar da insana zərər vermir. Onlar belə düşünür. مَا صَاحِبُهَا مُؤْمِنًا بِقَلْبِهِ فَهِيَ لَا تُنْقِسُ إِيمَانُهُ. Nə qədər ki, sahibi iman eləyir Allah subhanahu teala'ya, onun imanında heç bir zəiflik ola bilməz. Yəni, günahlar onun imanını zəiflətməz. Təbii ki, əhl-i sünnə vəl cəmaə gələcək inşallah. Əhl-i sünnə vəl cəmaə haqq olan nədir burada, savab olan nədir, əhl-i sünnə nə deyir bu barədə gələcək. Sonra şeyx deyir ki, fəl murciyə,
Humullezine la yedhulunul amele fi hakikatil iman ve innema yekulun el-imanu el-i'tikadu bil qalb. İndi şeyx onların arasındakı ixtilafı da gətirəcək. Onlar da bir dənə söz demirlər. Bəziləri deyirlər ki, iman qəlblə təsdiq eləməkdir. Daha doğrusu bəli, təsdiq eləmək, etiqad eləməkdir. Və ba'duhum yaqul, bəziləri deyirlər ki, el-i'tikadu bil qalbi və nutqu bil lisan. İman dillə demək, qəlblə təsdiqləmək deyənləri var içlərində. Necə ki bilirsiniz, murciyələr əsasən 4 yerə bölünür. Məsələn, qəlblə təsdiqləmək kifayətli birinci fikrin sahibləri, məsələn, əşarilər kimi, maturudilər kimi. Şeyx burada o təfsilata getmir. Əşarilər kimi, maturudilər kimi. İkinci qövlü gətirir. Bəziləri deyirlər ki, yox, dillə deməkdir, qəlblə təsdiqləməkdir. Bu da necə ki adlanırlar murciətul fuqaha. Fəqih murciyələr. Onlar biraz yaxınlaşıblar. Biraz. Əhlüsünnəyə biraz da yaxınlaşıblar. Yəni, ən yaxın biraz olanı budur. Təbii ki, bu da batildir, xətadır. Deyirlər ki, dillə deməkdir, qəlblə təsdiqləməkdir. Burada yerində olar əhlüsünnə qövlünü demək. Əhlüsünnə qövlü nədir? İman dillə deməkdir, qəlblə təsdiqləməkdir, əzalarla da əməl etməkdir. Salih əməllərlə və itaətlərlə artır, asiliklərlə və pis olan əməllərlə azalır. Əhlüsünnə imana verdiyi tərif budur. Sonra deyir ki, bəziləri isə deyirlər ki, iman sadəcə Allahı bilməkdir. Hətta qəlbinlə təsdiqləməyin şərt deyil, bilməyindir. Sonra deyir ki, وَلَوْ لَمْ يَعْتَقِدْ hətta qəlbi ilə etiqad etməsə də ona. Bilməyi bəsidir. Kəmə huvə qavlul cəhmiyyə. Bu da cəhmiyyələrin fikridir. Və həzə əşəddu ənva'il ircə. Və murciyələrin içərisində də ən şiddətli, ən təhlükəli olan qövül cəhmiyyələrin gətirdiyi bu qövüldür. Allahı bilmək bəsdir. Sonra şeyx dördüncünü gətirir. Artıq biz qeyd elədik. Birinci, qəlblə təsdiqləmək sadəcə, etiqad eləmək əşarilər kimi, maturudilər kimi. Sonra dedik ki, dillə söyləmək, qəlblə təsdiqləmək murciyyətül fuqaha kimi. Sonra dedik ki, cəhmiyyələr ən şiddətli, ən təhlükəli rəydə onlardadır. Allah'a sadəcə bilmək. Dördüncü fikir isə innəl imanə huva qavlun bil lisan duna i'tiqadin bil qalb. Sadəcə dillə deməkdir deyirlər. Onlar kimlərdir? Və hazə qavlul kərramiyyə. Kərramiyyə əqidəsində olanların fikridir. Sonra şeyx deyir ki, fəl-murciə alə ixtilafi firaqihimün arba la yudxiluna əl-ə'mal fil-iman. Və deyir, biz baxsaq, bax bu 4 dənə deyir, murciyan saydığımız bu 4 dənə qövlü ki var, onların heç biri, hamısının birləşdiyi bir yer var. Heç biri salih əməlləri olsun, günahlar olsun, yəni əməlləri imana daxil etməyiblər. Amma əhl-i sünnədə isə əzaların əməli imandandır. Tamam. Sonra deyir ki, yəni əzalarla əməl etmək kimi dedik. Sonra murciyələrin təzədən imana verdikləri tərifi gətirir şeyx burada. Deyir ki, onlar deyirlər ki, iman, buranı oxumamızda fayda var. Çünki burada şeyx gözəl bir faydaya toxunacaq. Oxuyaq, eyb etməz, biraz təkrar olsa da. Şeyx deyir ki, əl-imanu huvət təsdiqu bil-qəlb. Murciyələrdə yekun olaraq nədir? İman qəlblə təsdiqləməkdir. Və huvə lə yəzidu və lə yanqus. İman onlarda artmır və azalmır. Ona görə əhl-i sünnənin qövlündə biz dedik ki, iman artır və azalır. Salih əməllərlə artır, asiliklərlə azalır. Fə imanu, qardaşlar, burada bu fayda gəldi. Onlar bu cür deyəndə, əməllər imandan deyil deyəndə, iman artmır, azalmır deyəndə nə başa düşülür? Yəni, iman bir dənə şeydir, hamıda eyni olur. Madəm artmır, salih əməllər onu artırmır, fasiqliklər, onu asiliklər azaltmır, eyni şeydir. Ona görə onların fikrində odur ki, fə imanu Əbu Bəkir, fərqi nəmir, Əbu Bəkir, Ömər, Osman, Ali, radiyallahu anhum əcməin. Allah subhanahu hamısından razı olsun. Yəni, sahabələrin imanı ilə insanların ən fasik olanının imanı eynidir. Fərq yoxdur. Çünki iman bir dənə şeydir onlarda. Nə artmır, nə azalmır. Yəni, Əbu Bəkirin etdiyi o fəzilətlər o imanını artırmır. Ən fasik insan etdiyi fasikliklər də o fasikliyi imanını azaltmır. Eynidir. Li'ənəhu mədəmə əl-mər müminən bi qalbihi fəhəzə yəkfi. Çünki onlar deyirlər ki, iman qəlbdə varsa kifayət edir, bəsdir. Və bu da təbii ki, dedik ki,
azğın bir fikirdir. Əhl-i sünnəyə görə isə iman artır və azalır. Həzə huve məzhəbul murciə əlləzi yaxtərifu an məzhəbil xavaric və yunaqidu. Və deyir, bu da murciyələrin məzhəbi idi. Örgəndik artıq, dörd qolunu da örgəndik, fikirlərini də örgəndik və deyir ki, şeyx, biz gördük ki, murciyələr xavariclərlə Mu'təziləyə tamamilə əksdirlər. Onlarda təkfir var, bunlarda əksinə tamamilə əməli imandan görməmək və nə qədər fasiqlik eləsin, Rəbbini bilirsə bəsdir, dili ilə deyirsə bəsdir, bəzilərində qəlblə fərqli olsa da yekun olaraq, tam olaraq ziddirlər bir-birini. Sonra şeyx deyir ki, "Vəs-savabu fi hazə huve məzhəbu əhli-sünnəti vəl-cəmaə." Bu məsələdə doğru olan, savab olan, səhih olan əhl-sünnə vəl-cəmaənin etiqadıdır. Hardan götürülüb o? Şeyx deyir ki, "Əl-məxuzu minəl-kitabi vəs-sünnə." Hansı ki, Əhl-i Sünnə vəl Cəmaənin bu əqidəsi də etiqadı Quran və sünnədən götürülür. Sonra şeyx deyir ki, "Fəl-xavaricu vəl-mu'təzilə yuqalu ləhum əl-va'idiyyə." Xavariclərə və mu'təziləyə ad qoyulur əl-va'idiyyə. Li'annahum əxazu bi nususul va'id. Çünki onlar nə edirlər? Ancaq qorxu ayələrini götürürlər. Hədə ayələrini götürürlər, müjdə ayələrini tərk edirlər. Ona görə onlar vaidiyyə, yəni qorxudanlar, hədə ayələrini götürənlər bu cür adlanırlar. Vəl-murciə əxazu bi nususul va'd. Amma murciyələr tamamilə onların əksidir. Onlar isə müjdə ayələrini, dəlillərini götürürlər, qorxu ayələrini, dəlillərini isə tərk edirlər. Və təraku nususul va'id. Fi hin, şeyx deyir ki, və bütün bunlara baxandan sonra biz görürük ki, deyir şeyx, "Nara enne əhl-sünnəti vəl-cəmaə qad cəma'u beynə nususul va'd və nususul va'id və həzə huvel-haqq." Və biz artıq gördük ki, bəziləri qorxu ayələrini götürüb müjdə ayələrini tərk ediblər, bəziləri müjdə ayələrini götürüb qorxu ayələrini tərk ediblər. Amma əhl-i sünnə vəl cəmaə hər iki tərəf dəlilləri cəm eləyiblər. Əqidələrini həm qorxu, həm də müjdə ayələrinin üzərində qurublar. Sonra deyir ki, "Fəl-məasi la yecuzu en yuqala fiha." Asiliklər haqqında deyir ki, şeyx, indi bu hər iki fikir sahibi firqələrə rəddiyə verəcək şeyx. İnşallah bitiririk, az qalıb. Asiliklər haqqında şeyx deyir ki, demək olmaz ki, "İnnəhə la tadurru kəmə qalət əl-murciə." Murciyələrin dediyi kimi demək olmaz ki, günahlar insana zərər vermir. Bəl hiyə tadur, əksinə zərər verir. Əhl-i sünnə deyir ki, zərər verir. Li'annəhə tunqisul iman və taqudu iləl-küfr. Çünki asiliklər insanı imanını zəiflədir və insanı küfrə yönəldir. Subhanallahilazim. Və la yuqalu anha, və onlar haqqında, böyük günahlar haqqında deyilmir ki, həmçinin innəhə tuxricu minəl milləti kəmə qalə əl-xavaric vəl-mu'təzilə. Və xavaric və mu'təzilərin dediyi kimi də demək olmaz ki, böyük günah sahibi insanı millətdən, İslam dairəsindən çıxardır. Bəl innə sahibəhə mu'min. Fikir verin, deyir ki, əksinə böyük günah sahibi olsa belə sahibi mömindir, naqisul iman. İmanı zəifdir. Deyilir ki, imanı zəif mömindir. Fəhuve mu'minun bi imanihi fələ yu'ta el-iman el-mutlaq kəmə qalə el-murciə. Deyir ki, şeyx, onlar imanlarının mislində, yəni mömindirlər və onlara iman kamil şəkildə verilmir, kamil iman sahibi deyilmir, murciyənin dediyi kimi. Çünki murciyə deyir ki, ən fasiq insanın, Əbu Bəkirin, Ömərin, Osmanın, Əlinin arasında bir fərq yoxdur imanlarında. Bu batildir. Sonra deyir ki, وَلَا يُسْلَبُ مِنْهُمْ مُطْلَقَ الْاِيمَانِ كَمَا قَالَ الْخَوَارِجُ وَالْمُعْتَزِلَ. Xavaric və Mu'təzilən dediyi kimi də demək olmaz ki, nədir? Böyük günah sahibindən iman tamamilə çıxır. Nə demirsən, tamamilə kamil mömindir, Əbu Bəkir kimi, Ömər kimi, Osman, Əli kimi, nə də tam olaraq murciyələrin dediyi kimi də olur. Tamam. Sonra şeyx çox əhəmiyyətli, gözəl bir nəsihətlərlə yekunlaşdırır. Buna diqqətlə qulaq asaq. Deyir ki, وَهَذَا أَمْرٌ يَنْبَغِي التَّفَقُّهُ فِيهِ وَمَعْرِفَتُهُ مَعْرِفَةً جَيِّدَةً وَصَحِيحَةً. Deyir ki, şeyx, ona görə də bu məsələ çox mühümdir və vacibdir ki, bu kimi məsələləri, böyük günah sahiblərinin hökmləri və s. bu kimi məsələləri yaxşı bir şəkildə, doğru bir şəkildə örgənəsən, لِأَنَّهُ مِنَ الْأُمُورِ الْمُهِمَّةِ. Ciddən, olduqca mühüm məsələlərdir bu məsələlər. Və xüsusən fi həzə zaman, xüsusən də yaşadığımız bu dövrdə. Fikir verin, yaşadığımız bu dövrdə. Əlləzi iltəbəsə fihi əl-haqq, əlləzi iltəbəsə fihi əl-haqq
bil batil. Hansı ki yaşadığımız bu zamanda artıq haqq batillə qarışır. Səbəb nədir? Nəyə görə şeyx bu cür deyir? Fikir verin. Və zahara fihil muta'alimun ellezine yeta'allamun minel kutub. Çünki zamanımızda Allahın şərii elmlərini yalnız kitablardan dartıb götürənlər, örgənənlər var deyir. Ozu oturur kitaba, ərəb dilindən müəyyən qədər örgənir, oturur kitabın arxasında, oxuyur və necə başa düşsə, o cürdə əqidə qurur özünə. Və bu da ciddi bir təhlükədir. Böyük bir təhlükədir. Fikir verin, deyir ki, وَيَعْتَمِدُونَ عَلَى فَهْمِهِمْ دُونَ الرُّجُوعِ إِلَى أَهْلِ الْعِلْمِ Elm əhlinə qayıtmadan sadəcə öz fəhimlərinə etimad edirlər. Oxuyurlar, necə istəsələr başa düşür. Ona görə Şeyx Fovzan başqa bir yerdə deyir ki, kimin şeyxi kitab olarsa, onun şeyxi şeytan olar. Yəni, kim sadəcə kitabdan elm almağa başlayarsa, şeytan ona istədiyi kimi fəhmilətdirər onu. Ona görə insana labuddur ki, vacibdir ki, elm əhlinə qayıtsın. Mütləq bir şəkildə. Fikir verin, sonra nə olur? Bu cür elm alandan sonra, bu cür elm alanlar çoxalandan sonra, necə ki zamanımızda çoxalır. Hansı fəsadlar ortaya çıxır? Şeyx deyir ki, وَقَدْ اِخْتَرَتَتْ عَلَيْهِمُ الْأُمُورِ Başlayır hökmlər, şər'i məsələlər onların zehinlərində qarışmağa. فَظَحَرَ مَنْ يُكَفِّرُ النَّاسِ Artıq görürsən ki, bəziləri çıxır, başlayırlar insanları təkfir eləmək. Özü elm örgənib müəyyən qədər başlayır təkfirə. Öz fəhmi ilə örgənib, çünki qayıtmayıb elm əhlinə. Kəmsəlil xavaric. Xavariclər kimi deyir şeyx. Fikir versəz, bugün xavariclərin halına, əksəriyyəti heç Quranı üzündən oxuya bilmir. Amma insanları təkfir edir. Fəzahara mən yətəsəhərə fi zəlikə. Murciyələr kimi. İnsanlar da çıxır, səhlənkar yanaşmaya başlayırlar. İnsanların günahlarına səhlənkar yanaşırlar və onları bundan çəkindirmirlər və s. Çünki əməli imandan görmürlər onsuz. Fəhum alə tarafey naqid və şeyx deyir ki, zaten əvvəldə artıq toxunduq, deyir xavariclərlə murciyələr artıq biz gördük ki, bir-birlərini zid əqidədədirlər. Fəlabuddə min ma'rifətil haqqi fi həzə və təməssuqu bihi. Fikir verin, qardaşlar, deyir ki, ona görə də haqqı bilmək və haqqa tabi olmaq, ondan tutunmaq vacibdir. Sadəcə haqqı bilmək kifayət deyil. Haqqı bilmək və ondan tutunmaq lazımdır. Onunla yaşamaq lazımdır. Liəllə yənhərifəl insan fəyəkun mə'əl məqalin əv mə'əl mütəsəhilin. İnsan bu məsələləri yaxşı öyrənməlidir, bilməlidir, haqdan yapışmalıdır ki, hətta həddi aşanlarla, xavariclər, müətəzilə və yaxud da səhlənkarlıq göstərənlərlə, murciyələr kimi birlikdə olmasın. Bəl yənbəği aləl mər'i ən yəkuna mu'tədilən fi həzəl əmr. Əksinə, möminə yaraşan, kişiyə yaraşan odur ki, bu məsələlərdə orta yolu tutsun. فَإِنَّهُ مَزِلَّةُ əqdəmin və mədillətu əfhəmin. Subhanallah lazım. Deyir ki, çünki bu məsələlər elə məsələlərdir ki, orada deyir, ayaqlar sürüşür. Fəhimlər çaşır, azğınlığa gedir. Təhlükəlidir. Təkvir məsələləri, hökm məsələləri insanlar barədə. Ona görə də Şeyx Salih Əl-Fovzana soruşurlar ki, ey şeyx, bir elm tələbəsi. Elm tələbəsi 2 il, 3 il orada-burada gəzib gələnə deyilmir. Nəsə 2-3 dənə kitab oxuyana deyilmir. Elm tələbəsi. Artıq o həyatından nələrsə verib elmə. Elm əhlinin dizinin dibində oturub illərlə. 10 il, 15 il, 20 il. Ona deyilir elm tələbəsi. Deyirlər ki, ey şeyx, təkvir məsələsində hökm verə bilər elm tələbəsi. Subhanallah lazım deyir, xeyr. Verə bilməz. Amma biz bugün nə görürük? Şeyxin dediyi kimi, özü oturub 2 dənə kitab oxuyur. Ən müsibətli olanı da odur ki, hətta Quranı üzündən oxuya bilməyənlər bugün təkvirə girirlər. Müsibətdir, vallahi. Və şeyx deyir ki, bu, ayaqların sürüşdüyü bir yerdir və fəhimlərin azlığı, çaşdığı bir məqamda diqqətli olmaq lazımdır. لِأَنَّ هَؤُلَاءِ إِذَا حَكَمُوا عَلَى الْمُسْلِمِينَ بِالْكُفْرِ Qardaşlar, zərəri nədir bunun dinə və din haqq əhlinə, bu kimi xavariclərlə, məsələn, murciyələrin zərəri nədir? Şeyx deyir ki, əgər xavariclər neynir? لِأَنَّ هَؤُلَاءِ إِذَا حَكَمُوا عَلَى الْمُسْلِمِينَ بِالْكُفْرِ فَقَدْ اِسْتَحَلُّ دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ Xavariclər insanların, müsəlmanların küfrünə hökm verməklə onların qanlarını və mallarını halal görmüş olurlar. Onların
qanlarını və mallarını halal görmüş olurlar. Və şəqqu asat-ta'a və itaətdən çıxırlar. Valil əmra və s. itaətdən çıxırlar. Və hasala minhum kəmə hasala minəl xavaric min qibəli min sifəkid dimə. Və xavariclərin törətdiyi kimi hadisələr törənməyə başlayır. Müsəlmanların qanının axıdılması başlayır. Təkvirin sonu budur. Murciyələr kimi isə və izə qalu bi qavlin murciə, əgər deyir murciyələrin qövlü ilə qövl desək, onda fəsad nədir? Tasallata əhlül kufur və şər və nifaq. Şər əhli, küfür əhli, nifaq əhli müsəlmanların, möminlərin üzərində musallat olarlar. Və deyərlər ki, və qalu nəhnu musaddiquna bi qulubina. Murciyələrin dediyi kimi desək ki, iman budur, onda fasiqlər deyər ki, biz də qəlbimizlə etiqad edirik Allah subhanahu və teala. Mə'a irtikabihim el-fəvahiş vəl-usyan. Onlar günahlar, asiliklər etməklə yanaşı deyərlər ki, biz də qəlbimizdə Allahı bilirik və yaxud da dilimizlə deyirik, qəlbimizlə təsdiqləyirik, murciyələrin qövüllərindən hansısa biri. Və mə'a hədə kulluhu yəqulun nəhnu müminun. Və sonra deyərlər ki, hamısı, biz möminik. Murciyələrin dediyi kimi imana vəsf versə, onlar deyəcək ki, biz də möminik. Fəkiləl məzhəbeyni yüşəkkilu və hər iki məzhəbdə xavariclər, mu'təzilə və həmçinin murciyələr də nədir? Yüşəkkilu xataran şədidən alə həzəd-din və əhlihi. Hər iki firqə də bu dinə və bu dində yaşayan haqq əhlinə çox böyük, təhlükəli xətər yetirirlər, zərər verirlər. Bu etiqadları ilə, xavariclər sərtlikləri ilə, qorxu ayələrini götürməklə, murciyələr də sadəcə müjdə ayələrini götürüb, qorxu ayələrini tərk eləməklə həm bu dinə, Allah subhanahu wa ta'ala şəriətinə, həm də haqq əhlinə böyük zərər gətirirlər. Çünki onların etdikləri fəsadlara görə haqq əhli də onun zərərini görür. Allah subhanahu wa ta'aladan istəyirəm ki, eşidib faydalananlardan etsin. Allah subhanahu wa ta'ala hər birimizə əcr yazsın, ixlaslı etsin və növbəti görüşlərdə görüşüb İnşallah kitabı sona kimi bitirməyə Allah subhanahu müvəffəq eləsin və iştirak edən qardaşlar əzbərləyin. Nə qarandıq qalırsa yazın. Növbəti görüşümüzdə soruşun. Və xüsusən də bu oxuduğumuz xavariclər haqqında, mu'təzilə haqqında, bu firqələr haqqında məlumatda olmaq lazımdır. İzləyin dərsləri. Dərslər canlı çəkilir, qoyulacaq, YouTube-a yerləşdiriləcək. İnşallah hamısını izləyin, qeyd aparın imkan varsa. Əzbərləyin nə lazımdırsa. Allah subhanahu wa ta'ala asanlaşdırsın. Subhanakallahumma bihamdika əşhədu an la ilaha illa ente estağfiruka və etûbü ileyk.